Soyutmur, sadəcə boş hava vurur, isti gəlir və yaxud da qazı bitib. Yay fəsli yaxınlaşdıqca əksəriyyətimiz ev və ya ofisdəki kondisionerlə bağlı problemlər yaşayırıq. Mütəxəssislərin fikrincə, avadanlığın soyutmamasının ilkin səbəbi çox vaxt hava filtrləri olur. Onlar evlərə, xüsusən də mətbəxə quraşdırılarkən 2 həftədən bir, yaşam məkanlarında isə hər həftə yuyulmalıdır. Kondisionerin deməli yaya hazırlıq prosesini yoxlamaq üçün ilk növbədə kondisionerin üst qapağı, yəni split sistemin üst qapağı açılır bu vəziyyətdə. Açılır və burada hava filtrləri yoxlanılır. Bu hava filtrləri çıxarılaraq, əgər tozludursa, su vasitəsilə yuyulur. Adi su axarı ilə yuyulur, qurudulur, taxılır yerinə. Bu həmçində ikinci filtr bu qaydada təmizlənib yerinə taxılır və qapağı bağlanır. Mütəmadi olaraq təmizlənməsinə baxmayaraq, filtrlərin arxasında yerləşən radiatorlar da çirklənə bilir. Bunun üçün ona xüsusi dərman vurulur. Nəticədə çirk yumşalır və rahat təmizlənir. Müəyyən müddətdən bir, yəni baxmayaraq ki, hava filtri vaxtında yuyulur, amma yenə də kondisionerin radiatorlarının məsamələri, yəni nəm olduğuna görə, orada tərləmə prosesi getdiyinə görə toz orada girdikdə artıq palçıq olur və tıxac əmələ gəlir. Tıxac bu variantda da artıq havanın mübadiləsi çətinləşir. Burada da kondisionerin zəif soyutmasına qədər çıxardır. Bunun üçün də kondisioner müəyyən müddətdən bir çirkləndikdə o yuyulması tələb olunur. Yuyulması üçün də gördüyünüz bax, bu qurğular tələb olunur, qurulur və yumaq üçün də xüsusi avadanlıq var və bunun vasitəsilə təzyiqli su vasitəsilə yuyulur. Bu qaydada. Avadanlıq yuyulduqdan sonra da soyutmursa, onda digər hissələr yoxlanılmalıdır. Məsələn, birləşmə boruları. Çünki onların zədələnmə ehtimalı var. Digər problem isə cihazdakı qazın azalmasıdır. Bu halın baş verməsini kənarda yerləşən xüsusi hissənin yağlanması və ya çirklənməsi ilə bilmək olar. Qaz vurma prosesi vurmaq üçün bizə lazım olan şeylər manometr deyilən bir qurğudur, tərəzidir. Hansı ki, biz bəyaqlara vurğulamışdıq, burada nə qədər qaz tələb olunur, qazın çəkisini təyin etmək üçün. Qaz balonudur və eyni zamanda vakum aparatıdır. Yəni, kondisioner qaz vurulmasından əvvəl biz içəridəki havanı çəkib çıxartmalıyıq ki, qaz təmiz məkana daxil olsun. Yəni, orada hava qarışıqlığı olub, qazın soyutma effektivliyini aşağı salmasın. Biz bunun üçün də biz balonu həyata keçiririk. Bu manometr vasitəsilə kondisioneri birləşdirdik, qaz balonunu birləşdiririk və eyni zamanda biz kompresor vasitəsilə də deməli vakum həyata keçiririk. Mütəxəssislər bu kimi problemlə üzləşdikdə peşəkarlara müraciət etməyi məsləhət görürlər. Quraşdırarkən isə neytral bir zonanın seçilməsi tövsiyə olunur. Aydan Əliyeva, Zahir Aşimov, Səbuy Sadiq, Telesəhər.